Değerli YouTube izləyicilərim, bugün sizlərə əvvəl çəkdiyim videonun davamını çəkirəm. Yəni MİQ 2025 suallarının yerdə qalan 20-dən 40-a qədər olan hissəsini paylaşacağam. Buradan belə bir fikrimi bildirmək istəyirəm ki, bu ümumiyyətlə MİQ sualları, YouTube'da olan digər MİQ sualları yadda qalan suallar əsasında, ağılda qalan suallar əsasında hazırlanır bildiyiniz kimi. Çünki MİQ-in kitabçaları imtahandan sonra verilmir və ona əsasən hansı tip suallar düşmüşdüsə, bəzisi tam dəqiq, bəzisi belə deyək, təxmini yadda qalmaq şərti ilə suallar tərtib olunur və buna əsasən suallar belə deyim də yığılır, sonra video çəkilir. Yəni bunu sizə bildirmək istədim. %100 MİQ-də düşmüş müdür, düşməmiş midir? Bəzi suallar %100 düşür, bəzi suallar isə rəqəm fərqi və yaxud da ki, maddə fərqi ola bilər. Bunu da buradan vurğulamaq istəyirəm. Keçək sualların izahına. İzlədiyiniz üçün təşəkkür edirəm. 21-ci sualdan başlayaq. 21-ci sualda belə deyək, bu sual ümumiyyətlə miqdə, elektroliz, məhlul, hidroliz, bu mövzular, oksidaşma reduksiya bunlar çox düşür. Bu da o tip suallardan biridir, amma bu belə deyək də rahat tip bir sualdır əslində. Burada sadəcə siz elektrolizdə hansı maddələr alınır, onu tam dəqiq bilməlisiniz. Baxın, burada 3 maddə verilir. Mən istəyirəm üçünü də burada elektrolizlərini sizə qeyd edim. Və suda məhlul söhbəti var. Buna da qeyd etmə. Çünki ərintidə elektroliz fərqli gedir, suda fərqli gedir. Deməli, kalium sulfatın elektrolizi isə ümumiyyətlə bizdə qaydalar var ki, litium, natrium, kalium, sonra kalsium, magnezium, alüminium bu metalların əgər oksigenli duzları suda məhlullarında elektroliz edirsə, burada duz olduğu kimi qalacaq və bu qələvlərə də aiddir. Qələvlərdə də qələvi olduğu kimi qalır. Sadəcə suyun elektrolizi gedir. Suyun elektrolizinə nə alırıq biz? H2O2. Başqa bir dillə desək, burada su molekulları reduksiya olunur və hidrogen qazı alınır. Bu da sadəcə suda gedir. Belə deyək, suyun elektrolizini siz bilmiş olursunuz. Kuprum nitrat. Kuprum nitrat isə pasiv metaldır. Hidrogendən sonra yerləşdiyi üçün burada artıq belə deyək, hidrogeni biz görə bilmərik. Ümumiyyətlə, yadınızda not olaraq saxlayın ki, pasiv metallarda biz elektrolizdə heç vaxt hidrogen qazı görməyəcəyik. Çünki getdikcə bu iyonlarda belə deyək, oksidləşdiricilik qabiliyyəti artdığı üçün burada məsələn kuprum alınacaq. Bu pasiv metallarda da hidrogendən sonra yerləşənlərdə oksigenli duzlarında mis, sonra nitrat turşusu ayrılır. Bir də oksigen qazı, yəni turşu burada olduğu kimi ayrılır. Daha sonra qaldı kalsium bromid. Kalsium bromidə də baxsaq, demək, kalsium bromidin suda məhlul elektrolizindən bu metalda aktiv metalda, aktiv metallar, bayaq qeyd etdiyim metalların oksigensiz duzlarında isə baxın, kalsium hidroksidi, yəni bu metalların hidroksidləri, əsasları alınır, hidrogen qazı alınır, bir də duzda olan bu turşu qalığı isə bəsit maddə şəklində ayrılır. İndi mən yazdım elektroliz tənliklərini. Burada bizə nə deyirdi? Birinci qabda, deməli deyir ki, katodda hidrogen qazı ayrılır. Hidrogen qazının harada ayrıldığını gördük biz. Katodda hidrogen qazı deməli ayrılır. Metaların düz olduğuna əmin miyiz? Dur. Aha, deməli burada variantlarda qeyd etsək, katodda hidrogen qazı alınan, katodda həm kalium sulfatda hidrogen qazı alınır, həm kalsium bromiddə hidrogen qazı alınır. İndi variantlara baxsaq, birinci qabda katodda H2 alınan, həm bu qab kalsium bromid ola bilər, həm də deməli kalium sulfat ola bilər. Hələ ki, bu variantlar düz gedir. İkinci qabda anodda oksigen qazı ayrılıbsa, anodda oksigen qazı ayrılanlar kalium sulfatla kuprum nitrat. Kalium sulfatla kuprum nitratı götürsək, bu da bu variantlarda uyğun gəlir. Daha sonra üçüncü qabda metal ayrılırsa, üçüncü qabda metal ayrılırsa məlum məsləhətdir ki, bu kuprum nitrat olan variantı götürəcəyik. Bu da deməli bütün variantların uyğun gəldiyi, ancaq A variantı olduğu üçün A-nı götürük burada. Cavab A olur. Keçək növbəti məsələyə. 22-ci suala baxaq. 22-ci sualda burada deyir homogen qarışığı göstərin. Homogen qarışıqlar nə idi? Yəni ki, biz onları qarışıq əmələ gətirən maddələrə qarışdıqdan sonra biz onları adi gözlə və ya mikroskopla görə bilmirdik və belə deyək də bir-birində yaxşı həll olan maddələr olurdu. Biz burada sadəcə üzvü maddələrin fiziki xassələrini bilməliyik və bu da çox miqdə çox vacibdir. Bunu da vurğulayım bu arada. Fiziki xassələr çox önəm daşıyır. Burada sirkə turşusudur.
Sirkə turşusu su ilə bilirsiniz ki, yaxşı həll olur. Ona görə də su sirkə ilə qarışdıqda, məsələn, adi evdə sirkəni su ilə qarışdırsanız, siz onu su deyə içə bilərsiniz. Yəni bunu belə deyək. Burada heç bir fərq yoxdur. Bu encisli qarşı cavab budur. Ancaq burada neftdir, benzoldur, anilindir, tolol. Bunlar heç biri suda həll olmadığı üçün su ilə qarışdırsaq müxtəlif cinsli bir qarışıq yaradacaq və biz onu aid edə biləcəyik. Ona görə burada cavab A-dır. Keçək növbəti suala. Deməli 23-cü sual. 23-cü sual həm belə deyək, rabitədir, həm də tarazlıq məsələsinə aiddir. İkisinin inteqrasiyasıdır. Maraqlı bir məsələdir. Burada biz əvvəlcə azot və hidrogen qazında qeyri-polyar rabitələri tapmalıyıq. Çünki bizdə deyir ki, qeyri-polyar rabitələr azalıbdır. Ona görə müəyyənləşdirməliyik. Azot qazında bilirsiniz ki, 1 molda 3 rabitə var. Hidrogen qazında isə 1. Burada 4 mol azot qazı verildiyi üçün 4-ü 3-ə vuracaq. 12 rabitə azotdan gəlir. 8 hidrogen olduğu üçün 8 rabitədə ondan toplam 20 rabitə olmuş olur. 20 idi, amma sonra deyir ki, reaksiyada sonra 2.5 dəfə azaldı. 20-ni 2.5-ə bölürük. Deməkdir ki, sonunda 20 idi. Deməli 8 oldu. Burada 2.5 dəfə azalıb. 20-dən 8-i belə deyək də reaksiya nəticəsində qaldı. Burada 8-ini 20-dən 8-i çıxsaq 12 rabitə şəklində maddələr reaksiyaya daxil olublar. İndi bunu tənliyini yazaq əvvəlcə. Deməli, normalda baxın, reaksiya tənliyinə baxanda görürük ki, azot qazı 1 mol, yəni buradan 3 rabitə. Buradan isə hidrogende də 3 mol olduğu üçün 3 rabitə var. Toplam 6 rabitə reaksiya daxil olduqda 6 rabitə buradan biz reaksiyaya, belə deyək, maddələr istifadə etdiyimiz üçün 6 rabitə azalırdı. İndi deyək ki, belə 6 rabitə belə, tənasübümüzü belə quraq. 6 rabitə istifadə olunan zaman bizdə deməli 1 mol azot girirdi. Azot üzərinə gedə bilərsiniz. 12 rabitəsi demək ki, bu maddə azot qazı burada 2 reaksiyaya girib. Normalda deməli 4-8 götürülüb. 2 mol burada isə deməli 2 mol azot qazı reaksiyaya girib. 2 mol azot qazı reaksiyaya giribsə, reaksiya tənliyinə görə 6 molda hidrogen girmiş olur reaksiyaya və 4 molda amonyak alınmış olur. Başlanğıc reaksiya sərf olunan qatlıq şəklində yazsaq, deməli 4 mol azot qazı götürülmüşdü. Bundan ikisini işlətdi, ikisi qaldı. Hidrogendən 8 var idi, 6-sını istifadə etdi. Burada ikisi qaldı və 4 mol amonyak. Burada deməli həcm 1 litr götürüldüyü üçün S bərabərdir nü böl V ifadəsinə görə molları qatlıq düşünə bilərik və tarazlıq qatlığını yazırıq. Tarazlıq qatlığı necə idi? Məhsulun deməli qatlıqları bölünsün başlanğıc maddəyə. Burada deməli 4-ün kvadratı bölünsün 2 vur 2-nin kvadratı 16 böl 8 o da edər 1. Bu da cavab olur. Deməli A variantı. Keçək növbət. 24-cü sualdan davam edirəm. Deməli burada qeyd edir ki, divinirdə ümumi sigma rabitələrin əmələ gəlməsinə sərf olunan elektronlar ümumi elektronların neçə faizini təşkil edir? Divinil, yəni bu tadiyin 1-3 maddəni açıq şəkildə yazsaq, deməli bu şəkildə olur. Ümumiyyətlə üzvü maddələrdə sigma rabitələr necə tapılırdı? Buna aid mənim videolarım da var. Əvvəlki videolardan baxa bilərsiniz. Burada bir keçid qoyacağım sizin üçün. Deməli, ümumiyyətlə üzvü maddələrdə sigma rabitələri tapmaq istəyirsinizsə, açıq quruluşlu maddədirsə atom sayından 1 çıxırsınız, qapalı quruluşludursa atom sayı qədər sigma rabitə olur. Burada da 10 deməli atom varsa, ondan 1 çıxsaq 9 sigma rabitə var. Başqa cür necə tapa bilərsiniz? Təbii ki, karbon sigma nədir? Təkqat rabitələr. Karbon haşlarındakı rabitələr hidrogen sayı qədər olduğu üçün 6, üzərinə də karbon rabitələrini gəlsəz təkqatlarını 9 edər. Belə də hesablaya bilərsiniz. Deməli 9 sigma rabitə varsa, hər rabitənin 2 elektron əmələ gətirdiyi üçün toplam 18 elektron sigma ayırması sərf olunub. Maddədə olan ümumi elektronlar nə qədərdir? 4 karbon var. 6-nı 4-ə vursam və üzərinə 1 vur 6 gəlsəm, 24 6 30. Yəni maddədə 30 ümumi elektron var. Bunun 18-i sigma rabitəyə sərf olunub. Faizlə tapsaq burada neçə faizini təşkil edir? 18 böl 30 vur 100. Bu da edər deməli 60% C variantı. 25-ci sualdan davam edək. 20-də kimyəvi şüşənin əmələ gəlməsi üçün istifadə olunan xam maldan demək ayrılan qazın amonyak reaksiyasına 240 kiloqram karbonat alınmışdır. Deyir kimyəvi şüşənin kütləsini hesablayın. Biz burada bilməliyik deməli kimyəvi şüşənin formulunu. Kimyəvi şüşə bilirsiniz ki, potaş, yəni kalium karbonat, kalsium karbonat, daş deyək və kvars qumunun birləşimindən əmələ gəlir.
Burada bunu 6 mol götürürük. Burada deməli alınır. Bu kalium oksid, kalsium oksid və 6 mol silisium 2 və nəticədə 2 mol karbon qazı ayrılır. İndi burada ayrılan qaz karbon qazıdır. Əlbəttə ki, karbon qazda amonyakla reaksiyaya girdikdə karbamid əmələ gətirir. Bilirsiniz ki, gübrədir o da. Karbamid əmələ gətirir. Karbamid və su. Burada da amonyaka 2 qoyduqda tam şəkildə əmsalaşma bitmiş olur. Deməli 240 kiloqram karbamid alınmışdır deyir. Karbamidin normalda öz kütləsi 60 qramdır. Normalda 1 mol karbon qazı götürdükdə 60 qram karbamid istifadə ediriksə, nə qədər olduqda 240 kiloqram karbamid alınır? Buradan tapaq ki 4. Yəni 4 mol karbon qazı reaksiya nəticəsində deməli yuxarıdakı reaksiyada alınmışdır. Normalda biz kimyəvi şişənin formulunu tapmalıyıq. Deməli bu kimyəvi şişənin kütləsi 510-dur. 510 olduqda 2 mol karbon qazı sərf olunur. Daha doğrusu alınır. Bəs neçə qram olduqda 4 mol karbon qazı alınır. Bu da hesablayırıq ki, deməli 1020. Deməli cavab olur burada B variantı. Keçək növbətiyə. 26-cı suala baxsam, deməli 26-cı sualda lityumdan seziuma doğru getdikcə hansı xassələrin artıb azaldığını soruşur. Lityumdan seziuma doğru getmək, deməli qrup üzrə yuxarıdan aşağı doğru getmək deməkdir. Qrup üzrə yuxarıdan aşağıda bilirik ki, atom radiusu artır. Ərimə temperaturu lityumdan seziuma doğru ərimə temperaturu və bərklik azalır. Ona görə bu fikri də doğru qəbul edəcəyik. Reduksiya edicilik azalır. Reduksiya edicilik azalır fikri isə yanlışdır. Reduksiya edicilik artır. Metallı xassəsi yəni qüvvətlənir. Bu yanlışdır. Burada düzgün cavablar 1 və 2 olacaq. Keçək 27-yə. 7-ci sualdan davam edirəm. 27-ci sualımız orta molyar kütlə ilə bağlı bir sualdır və girodayıcı qaz, yəni inteqrasiya olunmuş bir sualdır yenə. Əvvəlcə orta molyar kütləsi 8 qram olan H2O2-dir və 15 mol götürülüb bu qarışıq. Burada biraz dediyim ki, məsələlər düzgün, bəzi yerlərdə şərtlər düzgün qurulmayıb. Yəni 15 mol qarışıq var və orta molyar kütləsi 8 qram böl moldur. Bunu əslində belə də uzun yolla getmiyorlar. Daha qısa yolla necə getmiyorlar onu göstərirəm sizə. Hidrogenin orta molyar kütlənin də məhlul məssəsi kimi qarışdırılma üsulu ilə getmək olur. Sıxlıqda da bunu eləmək olur. Baxın, deməli elə olduqda məsələn birinci metal nəymiş? H2-nin deməli kütləsini yazırsınız bura, oksigen kütləsini bura, ortaya isə M ortanı yazırsınız və çarpaz şəkildə çıxırsınız. 32-dən 8 24, 8-dən 2 6. Demək 4-ün 1-ə nisbətində götürülüb. Yəni bu qarışıqda 15 mol qarışıqda hidrogen oksigenden 4 dəfə çoxdur kütlə olaraq. İndi onu da nisbət şəklində yazsaq 4x 15 mol x bərabər deməli 3. Bu deməkdir ki 12 mol deməli 12 mol O2 var. 12 mol H2 var. Deməli 3 mol isə oksigen qazı var. 3 mol isə oksigen qazı var burada. Və burada deməli girodayıcı qaz da bilirsiniz ki 2-nin 1-ə nisbətində olmalıdır. 2-nin 1-ə nisbətində olmalıdır. Yəni hidrogen oksigenden qarışıqda 2 dəfə çox olmalıdır. İndi 12 mol hidrogen var, 3 mol oksigen var. Burada deyir ki aşağıdakı bəndləri göstər ki nə etmək lazımdır? 3 mol oksigen əlavə etsək. Baxın 12 mol dedik hidrogeni, 3 mol oksigen. Əgər 3 mol oksigen əlavə etsəm, bu zaman nə olur? 12 mol birinci bəndə görə 12 mol hidrogen olur. 6 mol da oksigen olur. Bu da 2-nin 1-ədirmi? Bəli, bu olar. İkincidə deyir ki, deməli qaz qarşısına 6 mol hidrogen çıxsa, 6 mol hidrogen çıxsaq buradan 6 mol H2 qalır. Deməli 3 mol da oksigen. Burada da 2-nin 1 olur. Bu da olar. 3 mol H2 əlavə etmək isə yox. 3 mol H2 əlavə eləsəniz, H2 deməli 15-ə qoyulur. 15-in 3-ə nisbəti 5-in 1 etməkdir. Bu yanlışdır. Ona görə burada ancaq 1-2 cavab olur D variantı. Keçək növbətiyə. 28-ci suala baxsaq, burada deməli duzlar verilib bizə və hansını parçalamasa azot dioksid, yəni ki NO2 alınır deyir. Baxın, deməli birinci ammonium dixromatdır. Ammonium dixromat parçalandıqda deməli azot qazı, xrom 3 oksid və su əmələ gətirir. Sonra ammonium nitrat. Ammonium nitrat parçalandıqda diazot monoksid, yəni N2O və su əmələ gətirir. Natrium nitrat parçalananda natrium nitrit oksigen qazı, kalsium nitrat eyni şəkildə kalsium deməli nitrit oksigen qazı,
Kuprum nitrat isə orta aktiv metalları nitratlar kimi parçalandığı üçün kuprum 2 oksid NO2 O2-ni əmələ gətirir. Burada ona görə hansından NO2 alındı baxaq görək. Ancaq G variantına alınmış olur. Sonra 29-a baxsaq. 29-cu suala baxsam, bu sualda deməli reaksiyalardır. Qarışqa turşusunun maddələr reaksiyasıdır. Deməli qarışqa turşusu mis hidroksidin gedikdə bilir ki, karbon qazı mis 1 oksid su əmələ gətirir. Bu da X karbon qazıdır. Deməli ikinci maddə efirimizdir. Üçüncü maddə isə duz olacaq. İndi aşağıda onları qeyd edirəm açıq şəkildə. Çünki maddelərdə hansı birləşmə olduğunu tapmalıyıq. Karbon qazında bilirik ki, deməli burada karbon 2 pi rabitə olduğu üçün sp birləşmə halındadır. İkinci maddə efirdir. O maddəni açıq şəkildə qeyd etsəm, deməli bu hissəni açıq yazsam, baxın burada sadəcə bu 2 karbon, ikisi də sp3-dür. Bu karbon isə bir pi rabitə var deyə sp2-dir. Sonra növbəti üçüncüyə baxsaq, üçüncü reaksiyada tuz alınmışdı. Tuzda isə yenə qarışqa turşusu burada, qarışqa turşusunun duzunda karbon sp2 olur. İndi hansında sp-dirsə, yalnız deməli X-i götürəcəksiniz A variantını. Deməli 30-cu suala baxırıq. Bu sualda fosforun konfigurasiyası verilib burada. Burada siz tək elektronlara baxacaqsınız. Burada fosforun S-də bilirsiniz ki, cütdür. P-də isə 3 tək elektronu varsa, biz demişik ki, tək elektronlar valent elektronlardır. Tək 3 elektronu varsa, fosfor bu birləşmədə 3 valentli olmalıdır. Onu da birincidə görürük. Fosfor baxın burada 3 xlorla birləşir, burada 3 valentlidir. 2 və 3-də isə 5 valentli olur. Ona görə cavab yalnız bir A variantı. Deməli 31-ci suala baxsaq, bu sualda qurğuşun 2 nitrat və dəmir 2 nitrat duzları verilib və bu duzlar deyir sinq lövhəyə daxil edilərsə, məhlullar sinq lövhəyə daxil edilərsə, sonda bir duz qalır və biz sonda artıq qalan, yəni reaksiya daxil olmayan sinqin kütləsini tapmalıyıq. Əvvəlcə təbii ki, bu iki duzun sinqlə reaksiyasını yazmalıyıq. Sinq onlardan aktiv metal olduğu üçün həm qurğuşunu, həm dəmiri duzundan çıxarda bilir. Deməli belə, yazırıq reaksiyaları, nəticədə qurğuşun və dəmir sərbəst şəkildə alınır və sinqin isə duzları alınır. Sonda bir duz qalır deyir, bu duz elə sinq nitrat olacaq. Bu nə mənaya gəlir? O demək ki, sonda bir duz qalıbsa, bu iki duzdan heç biri, yəni reaksiya girən duzdan heç biri artıq qalmayıb deməkdir. Deməli, əvvəlcə biz nəyə diqqət edəcəyik? Baxın, burada lövhə əvvəl 50 idi, sonra 63.3 oldu. Nə qədər fərq var? 13.3 qram artım var. Buna səbəb nədir? Buna səbəb təbii ki, o lövhə əvvəl sinq idi, sonra üzərinə qurğuşun və dəmir neynir? Lövhənin üzərinə deməli lövhədə qalır. Burada deməli necə hesablayacağız? Əvvəlcə baxın, sinq normalda reaksiyadan baxsaq, sinqin X-in kütləsi 130-dur. Daha sonra isə deməli əvvəl yəni lövhə 130 idi. Bu reaksiya üçün düşünsək. Sonra qurğuşunla dəmirin kütləsini hesablasanız, deməli 207 ilə əgər biz 56-nı deməli toplamış olsaq, burada 263 edir. Deməli əvvəl biz normal reaksiyamızı yazanda 130-dan 263-ə doğru artım olurdu lövhədə. Bu da çıxsaq 133 qram artım deməkdir. Yəni bizim normal öz reaksiyamızı aparanda 133 qram artımımız olurdu. Və bu zaman nə qədər sinq reaksiyaya girirdi? Çünki bizim əsas məsələmiz burada sinqin nə qədər artıq qaldığını tapmaqdır. Ona görə reaksiya girən sinqi tapacağıq və ümumi sinqdən 50-dən onu çıxacağıq. 133 olanda deməli normalda 130 qram sinq reaksiyaya daxil olurdu. Bəs 13.3 olsa nə qədər daxil olmuş olur? Burada tapır ki 13 qram sinq daxil olmuş olur. Amma nə qədər sinq götürülmüşdü? 50. 50-dən 13-ün çıxsanız burada eləyir deməli 37 qram deməli sinq. Cavab da olur A variantı. 32-yə baxsaq. 32-ci sualdan mən davam edirəm. 32-ci sualda bizə deməli verilib etanol, etanol və etan turşusu. Deməli bu maddələri mən bir-bir göstərsəm sizə. Deməli birinci mərhələdə etanoldur. Etanolumuz deməli spirtimizdir bizim. Mən açıq formada yazım ki bunu CH3, CH2OH-dır. Və o çevrilir birinci mərhələdə etanola, yəni aldehidə. Aldehid, yəni CH3, CHO şəklində olur. Belə yazaq. Aha. Sonra ikinci mərhələdə həmin o aldehid etan turşusuna çevrilir, yəni sirkə turşusuna çevrilir. Onu da açıq şəkildə yazsaq. Sonra isə bir də etanol
üçüncü mərhələdə yenidən etan turşusuna, yəni sirkə turşusuna çevrilir. Yəni belə də ox qoyub göstərə bilərdim, fərqi yoxdur. İndi burada deyir ki, hansı doğrudur, ifadə doğrudur. Birinci mərhələdə karbon atomu reduksiya olunur. Reduksiya olunur demək, yəni oksidləşdirici deməkdir. Oksidləşdirici yəni elektron alır deməkdir. Baxın, burada biz sadəcə funksional qruplara baxacağıq. Çünki CH3-lərdir. Bunlarda heç bir dəyişiklik olmayacaq. Sadəcə funksional qruplarda karbon elektron alacaq, verəcək bu şəkildə. Baxaq görək. Karbon deməli burada baxın, CH2OH ümumiyyətlə spirtə birləşən, yəni OH qrupunda birləşən karbon yanındakı hidrogendən deməli bir vahid az deməli mənfi oksidaşma dərəcəsi göstərəcək. Yəni burada normalda biz buna mənfi 3 yazırıq həmişə. Bu mənfi deməli 2 olmaqdansa mənfi 1 olacaq. Çünki oksigenə bir elektron verdiyi üçün. Deməli buna aid mənim videom da var. Bura onu xariciyə qeyd edəcəm. Üzvləşmədə rabitələr deyə orada daha geniş izah vermişəm. Buna bu arada vurğulayım. Sonra burada mənfi 1 olur. Artıq keçəndə etan turşusunu deməli etanala, etanalda baxın bu qrupda karbon deməli oksigenə baxın necə tapırsınız. Düzdür, CHO şəklində məsələn oksigen mənfi 2-dir. Hidrogen müsbət 1-dirsə, oksigen mənfi 2-dir. Bu tərəfdə müsbət 2 olmalı tamamlamaq üçün. Karbon müsbət 1-dir. Belə də tapa bilərsiniz. Başqa cür necə tapa bilərsiniz? Belə fikirləşirsiniz ki, bunu elm olaraq, yəni oksigen burada 2 elektron alır. Bunun birini karbondan alır. Daha doğrusu ikisini karbondan alır. Müsbət 2 olur. Karbon isə bu hidrogendən 1 elektron aldığı üçün müsbət 1 olur. Ona görə karbon 2 müsbət 1-dir. Həmişə yəni aldehid qrupunda karbon müsbət 1 olacaq. Sonra düşəndə turşu qrupuna. Turşu qrupunda da karbon deməli bizə daha doğrusu aldehidi soruşurdu. Onda ikinci mərhələdə bir dəqiqə izahlayayım. Onda bizə burada deyildi ki, biz dedik ki, karbon mənfi 1-dən deməli müsbət 1-ə keçir. Burada nə baş verdi? Mənfi 1-dən müsbət 1-ə keçirsə, bu elektron nə idi? Müsbətə keçsə elektron itiririk deməkdir. Bu elektron artıq verir. Burada yəni oksidləşir o, reduksiya olunmur. Bu yanlışdır ona görə. Sonra ikinci mərhələdə karbon atomu oksidləşirmi? Yəni reduksiya edicidirmi? Elektron verirmi? Baxaq görək. Deməli ikinci mərhələdə karbon müsbət 1 idi. Sonra keçir deməli karboksil qrupunda karbon baxın belə də tapa bilərsiniz. Yenə dediyim kimi CHO2 şəklində mənfi 2-dirsə, 4-dirsə bura. Bu müsbət 1-dirsə, bu da müsbət 3 olur. Belə də tapa bilərsiniz. Başqa cür elmi nətər bilə bilərsiniz? Baxın, karbon burada bu oksigenə 2 elektron verir, müsbət 2 olur. Bunu yadımızda saxlayaq. Sonra bu oksigen elektron birini karbondan alır, birini hidrogendən. Birini aldığı üçün müsbət 2, müsbət 3 olur. Yəni bu şəkildə müsbət 3-ə gəlmiş olur. Deməli müsbət 1 idi. Müsbət 3-ə keçdi. Nə oldu? Yenə elektron itirdi. Yəni oksidləşdi. Bu düzdür. İkinci mərhələdə karbonun hibrid orbitallarının sayı azalır. Baxın bu artıq biz bilirik ki, aldehiddə məsələn aldehiddə karboksil qruplarında karbon məsələn aldehid qrupunda karbon sp2-dir. Deməli karboksil yəni karboksil deyirəm. Deməli turşu qrupunda COH-da isə deməli burada oksigenin biri buradakı iki tərəfindən sp2-dir, biri sp3-dür. Burada sadəcə bizdə karbon hibrid orbitallarından söhbət gedəcək testdə. Deməli karbon hibrid orbitallarının sayı azalırmı? Deməli ikinci mərhələdə karbon burada deməli normalda bu karbon bir dəqiqə bunları mən artıq buradan götürüm. Bu karbon sp3-dür. Bu karbon sp2'de toplam 4, 3, 7 hibrit burada var. Sonra burada yine sp3 4. Burada ise artık yani burada da sp2'de. Değişen bir şey yoktu yani burada. Hibrit orbitalların sayı azalır mı? Yanlıştı bu. Değişmir. Birinci mərhələdə karbon atomlarının sayı artır. Birinci mərhələdə birli karbon atomlarının sayı artır. Birinci mərhələmizə baxsaq, deməli birinci mərhələdə birli karbon atomlarının sayı artır. Deməli birli karbon nə deməkdir? Yəni bir karbonla birləşsin həmin o karbon. Bu da birlidir. Bu da birlidir. Yəni həmin o radikal bir karbonla birləşəndə biz hesab edirik. Bir karbon radikalı ilə birləşəndə daha doğrusu birli hesab edilir. Burada bu karbonların ikisi də birlidir. Ona görə burada 2 birli var. Burada isə burada da 2 birli var. Burada dəyişən bir şey yoxdur. Dəyişmir. Bu da yanlışdır. İkinci mərhələdə karbon hibrid orbitallarının sayı dəyişmir. İkinci mərhələdə karbon hibrid orbitallarının sayı dəyişmir. Bəli, buna bayaq baxdıq. Üçüncü mərhələdə karbon atomu oksidləşir. Üçüncü mərhələdə karbon atomu oksidləşir. Baxaq görək.
Yəni elektron verirmi baxaq görək. 3-cü mərhələdə karbon deməli burada -1 idi. Burada isə yenə neçəyə keçdi? Mən niyə bunu bu şəkildə yazmışam? Bir dəqiqə. OH yazmalıyam burada. Deməli burada neçə oldu? -1 idi. Burada qeyd etmişdik. Müsbət 3-dür. -1-dir, müsbət 3 oldusa, yəni təbii ki də ki elektron itirdi. Elektron itirdi. Hətta 4 elektron itirmiş olur. -1, müsbət 3. 4 elektron itirmiş olur. Yəni oksidləşir. Düzdür. Burada onda doğru cavablar olur. 2, 5, 6. Bu da olur Y variantı. Keçək növbətiyə. 33-cü suala baxaq. Deməli bu sualda 33-cü suala baxaq. Deməli bu sualda dəmir mismarın korroziyası haqqında suallardır. Deməli mən bunu 9-cu sinif dərsliyindən bu olan bir hissəni bura yerləşdirmişəm. 9-cu sinif dərsliyində korroziya bölməsində belə bir rəsm var. Deməli burada baxın, gördüyünüz kimi burada korroziya mühiti verilibdir. 5 deməli qabdır, kolbadır və bunların içərisində mismar daxil edir və vəziyyətlər isə fərqlidir. Burada məsələn görürsünüz ki, variantlarda yazıb dəmir mismarın üzərinə örtəcək qədər su əlavə etmək. Ümumiyyətlə suyun olması, istər distil olmuş su, istər adi su, fərq etməz. Suyun olması, nəm bir mühitin olması korroziyanın baş verməsi bir səbəbdir. Ancaq burada daha çox sürətlənər deyir. Su əlavə edib ağzını bağlasaq isə burada korroziya baş verməyəcək. Su əlavə edib bağlasaq və eyni zamanda ondan sonraki bənddə qeyd etdik ki, bitki yağı əlavəsi burada oksigenlə metal təmas etmədiyi üçün, oksigen mühiti olmadığı üçün korroziya baş verməyəcək. Amma Y variantında olduğu kimi dəmir mismarı duzlu suya, yəni natrium xlor məhduduna daxil etsək, eyni zamanda duru turşu olan məhdudla əlavə etsək, orada dəmirin oksidləşməsi daha sürətli baş verdiyi üçün biz burada daha çox sürətlənər deyəndə su ilə yanaşı suyun içərisində hansı bir duz və ya turşu varsa o bəndi götürüb. Bu da Y variantı olur cavab. 34-cü sualı izah eləsəm, bu sual deməli karbohidratlarla bağlı bir sualdır. Ümumiyyətlə ümumiləşdirsək biz bilirik ki, sağaritlər, yəni monosağaritlər, dipolisağaritlər şəklində olur karbohidratlar, yəni. Bunlardan deməli monolar deyirlər suda həll olur, polisağaritlər isə suda həll olmur. İndi baxsaq suda həll olmursa, burada biz sadəcə deməli hidroziya uğrayırsa, məlum məsələdir ki, polisağaritdir. Polisağaritlər selüloza, nişastanı biz burada götürürük. Y-də isə suda həll olmazsa, suda həll olsun amma hidroziya uğramırsa, bu isə monosağaritlərdir. Glikoza götürürük burada variantlara görə. Suda həll olsun həm də hidroziya uğrasın deyilsə, burada disağaritləri götürə bilərik və disağaritlərdən də təbii ki, saxarozanı götürəcəyik. Burada ona görə cavab olur burada A variantı. 35-ci sualı izah edirəm. 35-ci sual bu arada tarazlıq məsələsidir. Yəni hardan bilirik? Çünki baxın, tarazlıq məsələsi oradan bilirik ki, maddələrdən biri tükəndikdə artıq bir dönməyən proses olur. Burada isə başlanğıc maddələrin heç bir tükənmədiyi üçün tarazlıq məsələsi hesab olunur. Bu şəkildə yazsaq, CO2 karbon qazı reaksiyasıdır bu. Başlanğıc reaksiya sərf olunan qatlıq tarazlıq qatlığı şəklində yazsaq, görürük ki, baxın, dəm qazı M mol götürüldü. Sonra düşdü 2-yə, yəni 2 artıq qaldı, M-2 qədər dəm qazı sərf olunmuş oldu. Həmişə deyirdik ki, qrafikdə dayanan nöqtələr sərf olunmayandı artıq. Oksigen də N idi başlanğıc, gəldi düşdü 2-yə, o da N-2 qədər sərf olundu. Karbon qazı isə N qədər alındı, yəni tarazlığı N-dir. İndi bizdən M istəyir. Baxın, biz burada nə edə bilərik? Nələrdən ipucu ala bilərik? Əvvəlcə belə deyək ki, bilirsiniz ki, karbon qazı ilə dəm qazı ilə karbon qazının molu eynidir. Yəni dolayısıyla bunlar da onda eyni olmuş olur. M-2 bərabərdir N yazsaq, N bərabərdir N+2 olmuş olur. Sonra biz buradan oksigen üzərindən geçsək, deyəcək ki, 2 mol dəm qazına normalda 1 mol oksigen qazı sərf olunur. M-in də yerinə biz nə qoymuşduq? N+2. M-2-də N+2 qoysam, bu da N etmiş olur. Deməli, N-in qədəri də N-2 qədər oksigen qazı reaksiyaya girir. Buradan tapırıq ki, N bərabərdir 2N-4. Demək 2N-4. Əgər 4-ü bu tərəfə keçsə, N-i bu tərəfə keçsə, N bərabər 4-ə bərabər olmuş olur. N4 isə əgər, onda M neçə olmuş olur? 4 + 2, 6.
O da olur deməli bizim B variantında. 36-cı sual deməli reaksiyalarla bağlı bir sualdır. Üzvü ilə qeyri-üzvü kimyanın inteqrasiyasıdır. Deməli burada kalsium oksid karbonla girdikdə alınır deməli kalsium karbid və deməli kalsium karbid və dəm qazı alınmış olur. Burada su ilə reaksiyaya girən deməli kalsium karbiddir. Su ilə reaksiyaya girdikdə deməli alınır kalsium hidroksid və asetilin. Bu asetilin alınma üsuludur. Bu arada asetilin burada su ilə girəcək. Asetilin də su ilə girsə Kucherov reaksiyasıdır. Burada asitaldehid əmələ gətirir. Asitaldehid də hidrogenlə reaksiyaya girsə burada artıq o deməli çevrilir spirtə. Burada deməli hansılar deyir birləşmə reaksiyasıdır. Birləşmə baş verdi deməli harda deməli birləşməmiz baş verdi deməli 3-də, bir də 4-də. Bunu da görəcəyik harda? C variantında. Baxsaq 37-yə. 37-ci sualda almaz və qrafit verilib. Deməli bunlardan atom kristal qəbəsinə malikdir. Bunu da hər ikisini götürəcəyik. Ortaya yazırıq. Laylı quruluşa malikdir. Burada qrafit. sp3 hibridləşmə vəziyyətindədir almaz. Çünki qrafit sp2-dir. Yanmasına karbon qazı alınır hər ikisinin. Burada C, A, D, B bəndi A variantı olur. 38-ci suala baxırıq. Bu sualda deməli 1s 3p orbital görülür və nəticədə deməli 3 hibrid orbital yaranıb. 3 hibrid orbital nəydə var? Təbii ki, sp2-də var. Demək bunlar sp2-dir. 1p isə deməli hibridləşməmiş qalıb. Biz aşağıda deməli sp2 hibridləşməyə malik maddə tapmalıyıq. Bunu da ancaq A variantını görürük. Digər variantlarda bu sp-dir. Diğer 3 variant ise sp3'tür. Ona göre cevap olur A variantı. 39'u mən izah etsəm, 39-cu sualı başqa bir yerdən götürmək məcburiyyətinə qaldım orada düz olmadığı üçün. Deməli burada bir belə deyək də maddələrin molekulları verilibdir və atomları verilib daha doğrusu. Və biz onları tapmalıyıq ki, hansı maddədir. Aşağıdakilərə görə müəyyən edirik ki, bu maddə alkanların yanmasına əsasəndir. Və burada qırmızılar oksigeni xarakterizə edir, oksigen qazını xarakterizə edir. Belə qeyd etsək, burada məsələn bu karbon qazlı yanma tənliyinə əsasən, bu da sudur. Deməli bu maddə 2 mol yandıqda 10 mol karbon qazı və 10 mol su əmələ gətirirsə, deməli içərisində 5 karbon var və 10 mol su atomu var və bu C5H10-dur. Oksigena görə də bax da düz gəlir əsasən. Aha, deməli belə olur B variantı. 40-cı sualda burada deməli mis məhdil verilib və üzəri qara oksid təbəqəsi ilə örtülüb. Sonra etil spirtə məhlula daxil edilir. Hansı maddə alınır? Burada 9 sinifdə olan bir şəkildə deyək, bura daxil edilib. Burada deməli mis məhdil qızdırdıqda, yəni mis oksigenlə reaksiyaya daxil olarsa qızdırma şərtində mis 2 oksid əmələ gətirir. Mis 2 oksid də əgər etil spirti ilə reaksiyaya girərsə, burada deməli aldehid əmələ gətirir. Aldehidlərin alınma üsuludur bu. Aldehid, mis və burada su əmələ gəlir. Burada cavab olacaq aldehid. Uyğun variant olur. C variantı. Belə artıq MIG 2005 kimya suallarını izah edib bitirmiş oldum. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər hər hansı bir təklifiniz, istəyiniz və mövzu ilə bağlı sualınız varsa mütləq yorum yerlərinə yazmağı unutmayın. Hər zaman bunlar mənim üçün dəyərlidir və çox maraqlı oxuyuram və motivasiya olur. Belə növbəti videolarda görüşənədək sağ olun.